Bugünkü tədbir çox böyük bir anlam daşıyır. Bugün biz bir daha vətənpərvərliyin, bir daha ölkəsini, dövlətini kimliyindən asılı olmayaraq, milliyyətindən asılı olmayaraq sevməyin ən yüksək nöqtəsinə gəlib çatan şəhidimiz Albert Aqarunovun xatirəsini anırıq və onun şəhidliyi bir daha onu deməyə əsas verir ki, Azərbaycanımız illərdən bəri çox haqlı bir mübarizə aparıb və bu haqlı mübarizəsində kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı özünü bu torpaqlara borclu bilib və bu torpaqların azad olunması üçün belə deyim ki, həmişə can atıb və hər bir zaman Azərbaycanın torpaqlarının bütünlüyü uğrunda mübarizəyə bu evladlarımız hazır olublar. Albert də həmin oğlanlardan, həmin evladlardan biridir. Bugün biz onun xatirəsini böyük bir ehtiramla anırıq, böyük bir ehtiramla yad edirik və hər kəsin xatirindədir. Bundan 5 il əvvəl 2020-ci ilin sentyabr ayının 27-sində cənab Prezident İlham Əliyevin bir çağırışı ilə hər bir gəncimiz səfərbər oldu. Biz əlbəttə ki, onun ruhu qarşısında bugün ehtiramla baş əyirik, ona təşəkkür edirik, onu dünyaya gətirən ailəyə, valideynlərinə təşəkkür edirik və bugünün təşkilatçılarına, mənim həmkarlarıma təşəkkür etmək istəyirik ki, şəhidlərimizi hər bir zaman yaşadırlar. Şəhidlərimizi dövlətimiz yaşadır, prezidentimiz yaşadır. Amma hər birimizin də ən ali məqsədimiz əlbəttə ki, şəhidlərimizin əbədiliyini təmin etməkdir. Düşünürəm ki, bu tədbir də həmin müqəddəs deyim ki, addımlardan biri olaraq dəyərləndirilməlidir. Allah bir daha bütün şəhidlərimizə rəhmət etsin.